Bismillahirrahmanirrahim. Hər kəs salam əziz izləyicilər. Rəcəb ayının gündəlik duasında duanı şərh edirdik. Və keçən dəfə deməli biz burada qalmışdıq ki, sonuncu cümlə bu idi ki, deməli ya mən yu'til kətirə bil qalil və sonra gəldik ya mən yu'ti mən səələ, ya mən yu'ti mən ləm yəsəlhu və mən ləm ya'rifhu təhannunan minhu və rəhmə gəldik bu yerə. İndi oxuyacağımız, tərcümə edəcəyimiz yer bu olacaq ki, ə'tini bi məsələti iyyək cəmi'a xeyrəd dünya və cəmi'a xeyril axirə vasrif anni bi məsələti iyyək cəmi'a şərrid dünya və şərril axirə. Bu ümumi cümləni şərh edəcək. Əlbəttə mən bu cümlədə çox qalmaq istəmirəm. Nəyə görə? Çünki tərcüməsini birinci deyim. Tərcüməsi budur ki, deməli, bəli, səni çağırdığım üçün mənə dünya və axirətin bütün xeyirlərini əta et. Səni çağırdığım üçün dünya və axirətin bütün pisliklərini məndən uzaqlaşdır. Deməli, xeyir nədir? Bu barədə danışmışıq zaten. Bundan əvvəl demişdik. Pisliklər nədir? Pislik var bu həyatda, yoxsa yoxdur? Mən bunun tam dərinliyə keçid etməyəcəm. Çünki bunun özü bir neçə dərslik məsələdir ki, bu həm kəlam və etiqad, kəlam fəlsəfədə bəhs olunan, din fəlsəfəsində bəhs olunan məsələlərdəndir ki, mən ora giriş etmək istəmirəm. Çünki bizim mövzumuz əsasən mənəvi mövzuların üzərində qurulub. Bu çıxışlarımız mənəvi mövzuların üzərində qurulduğuna görə mən o etiqadi, fəlsəfi məsələyə çox girmək istəmirəm. Amma inşallah gələcəkdə təbii ki, belə bir şeylərə keçid eləyib bu barədə bəhsimiz olacaq. Kəlam dərsləri, fəlsəfə dərsləri və inşallah imkan olsa din fəlsəfəsi bu barədə danışacağıq. O dərslərdə bu barədə danışacağıq. Aydın məsələdir ki, duada burada qeyd olunur ki, deməli, səni çağırdığım üçün mənə dünya və axirətin bütün xeyirlərini əta et, səni çağırdığım üçün dünya və axirətin bütün pisliklərini məndən uzaqlaşdır. Hədis var Peyğəmbərimizdən. Peyğəmbərimiz buyurur ki, mən əsləhə beynəhu və beynəllah, əsləhəllahu beynəhu və beynənnas. Kim özü ilə Allah arasını, özü ilə Allahla ünsiyyətini düzəldərsə, islah edərsə, təbii ki, Allah da bu kəsin insanlarla ünsiyyətini, insanlarla rabitəsini möhkəmləndirərək islah edər. Yəni, doğrudan da insanın xoşbəxt olması üçün, insanın yaxşı nəticələr əldə etmək üçün, həyatda yaxşı nəticələr əldə etmək üçün mütləq Allaha bağlı bir varlıq olmalıdır. Buna görə yox ki, Allah bir növ qısqanclığı var Allahın. Yəni, başqası ilə də xoşbəxt ola bilərsən, başqası ilə daha çox münasibət bəslədiyin zaman xoşbəxt ola bilərsən, amma Allah deyir ki, mən sənin yaradanım mənəm və istəyirəm ki, məndən ancaq sən daha çox ünsiyyətdə olasan, daha çox mənlə dost olasan. Yox, bu cür deyil, qətiyyən belə deyil. Ona görə ki, mümkün deyil ki, çünki həqiqətən də insan Allahla möhkəm olmadısa, öz arasını, öz münasibətini Allahla düzəltmədirsə, başqasına heç bir zaman xoşbəxt ola bilmir. Çünki Allahla olanda insan islah olur. İnsan özünü islah etməyə başlayır. İnsan özünü islah etdikcə təbii ki, cəmiyyətə də xoş rəftar edəcək. Allaha sevgi bəslədikdə, əlbəttə Allahdan gələn o sevgi ondan digərlərinə sirayət edəcək və əlbəttə ki, Allahın sevgisi, Allah kamal olduğuna görə daha kamil bir varlıqdan əxz eləyib başqalarına sirayət edəndə o sevginin daha kamil ola bilir. Yəni, xülasə qeyd etsək, heç də belə deyil ki, Allah qısqanır və istəyir ki, ancaq onu sevəsən, halbuki başqalarını sevə bilərsən, başqalarından daha çox xoşbəxt ola bilər. Yox, ancaq Allaha bağlı olan bir varlıqsan. Necə Quranda deyir ki, Allah deyir, öz ruhumdan üfürdüm. Sən yəni Allahdansan, sənin Allahla bir bağlılığın var əslində, ondan gəlmirsən. Sən ondan gəldiyin halda ondan başqasına necə xoşbəxt ola bilərsən?
Bu hədisdə onu göstərir Peyğəmbərimizin hədisi. Mən əsləhə beynəhu və beynəllah, əsləhəllahu beynəhu və beynənnas. Kim öz Rəbbi ilə, Allah ilə öz münasibətini tənzimləyərsə, islah edərsə, Allah da onun başqası ilə münasibətini düzəldər, islah edər. Yenə qeyd edirəm, bu məsələyə çox dərin getmək istəmirəm. Ona görə də burada və təbii ki, Allahla ünsiyyətdə olduqda ona xeyirlər gələcək, daha çox xeyirlərə nail olacaq və təbii ki, xeyrin müqabili ona şər də aradan gedir. Ona görə bu duada qeyd olunur ki, səni çağırdığım üçün deməli mənə dünya və axirətin bütün xeyirlərini əta et. Səni çağırdığım üçün dünya və axirətin bütün pisliklərini məndən uzaqlaşdır. Düşünürəm ki, bu hissə bu qədər kifayət eləyər. Dediyimiz kimi bu bəhsi daha geniş digər mövzularda çıxışlarımızda danışacağıq. Sonra davamında buyurur ki, فَإِنَّهُ غَيْرُ مَنْقُوسِ مَا أَعْتَيْتَ وَزِدْنِ مِنْ فَضْلِكَ يَا كَرِيمِ. Deməlidir ki, həqiqətən sənin əta etdiklərində bir çatışmazlıq yoxdur. Fəzlinlə mənə əta et. Fəzlinlə mənə əta etdiklərini çoxalt, ey Kərim. Allah bir dənə belə ifadə verir, cömərd. Cömərd nə deməkdir əslində? Yəni, əlbəttə, Allaha cömərd nisbətini verəndə nə nəzərdə tuturuq? Buna da cud da deyərlər, dualarda da gəlir, burada da gələr inşallah, olmalıdır, bəli. Cud yəni cavad da deyirlər. Allah əvəzsiz, əvəz olmadan, əgər onda xeyirlər varsa və qarşı tərəfin ehtiyacı varsa o xeyrə, əvəzsiz ona o xeyri verir. Çünki əvəzsiz ona o xeyri verməsə, qarşı tərəfində ehtiyacı olduğu halda, qarşı tərəf daha çox, məsələn, bəndə daha çox xoşbəxt ola bilər. Amma Allah onu vermirsə və yaxud da verirsə, əvəzlə verirsə, bu Allahın ehsan naqisliyidir. Çünki biz demişik ki, Allah kamildir, kamil bir varlıqdır. Bütün kamalları onda cəm olub toplanıb. Onun insana nəsə əta edirsə, ondan azalmır. O sonsuz kamallara malikdir. Əgər sonsuz kamallara malikdirsə və qarşı bəndəsinin də xoşbəxt olmaq istəyirsə, bəndəsi o xeyirlərdən yaralanmaq təbii ki, istəyir və ona görə də ona qarşılıqsız, əvəzsiz onu verəcək. Əvəzsiz verməlidir. Sən, mən insan kimi başqalarına nəsə veririksə, əvəz istəyirik. Məsələn, verdiyimiz bir şeyin müqabilində pul istəyirik, amma Allahda elə deyil. O cavaddır. O verdiklərin əvəzini heç istəmir. Ona ehtiyacı yoxdur ki, əvəzini istəsən. Sənin mənim məsələn ehtiyacım olur deyə verdiklərimizin əvəzini istəyirik. Amma Allah Taala da belə deyil. Və verdikləri də naqis deyil. Baxın görün nə deyir? فَإِنَّهُ غَيْرٌ مَنْقُوسٌ. فَإِنَّهُ غَيْرٌ مَنْقُوسٌ. Yəni nə deməkdir? Burada dedik, həqiqətən sənin əta etdiklərində bir çatışmazlıq yoxdur. Yəni naqislik yoxdur. Verdiklərin hamısı kamil şəkildə sən onu verirsən. Çox yaxşı məsələ budur ki, Allah varlığında zəruri olan bir varlıqdır. Yəni, onun varlığı özündəndir. Onu kimsə yaratmayıb və o kimlərisə yaradır. Və bütün kamalların mənşəyi Allahdır. Bütün kamalların mənşəyi Allah olduğuna görə, təbii ki, Allahda kamalı müqabilində olan naqislik yoxdur. Məsələn, insan ola bilər, mümkün bir kamala malik olsun, amma bir tərəfdən hansısa bir naqislik. Naqislik yəni boşluq deməkdir. Kamal dolmuş bir şey deyərlər, varlığa deyərlər. Naqislik nədir, amma o yoxluğa deyərlər. Misal üçün, mən aliməm, bəli, alimlik cəhətindən kamalam. Amma mən həkiməm, həkim deyiləm, həkimlik xüsusiyyəti yoxdur məndə, artıq bu yoxluqdur. Allah desə belə deyil, Allah bütün varlığa, bütün kamallara sahibdir. Yəni, onda bütün varlıq onda dolub. Yəni, o bütün varlığı, onun varlığında hansısa bir, belə məcazi desək, hissəsində yoxluq deyilən bir şey yoxdur. O varlıqdır, sırf varlıqdır və təbii ki, onun varlığı kamildir və o əta etdiyi şeyi başqasına ki, əta edir, ona başqasına əta etdiyi şeydə heç vaxt çatışmazlıq olmaz, naqislik olmaz. Naqisdən verdiyi şey naqis olur. Naqisin əgər bir kəsə bir şey verirsə, əta edirsə, naqis verə bilər. Amma bu kamildir və bu ağıldan kənar absurd bir şeydir ki, Allah verdiyi bir şeydə naqislik var. Ona görə də biz fəlsəfi, əqli dəlillərlə bunları əsaslandıranda ki, Allah Taala, əlbəttə indi biz əsaslandırmamışıq, sadəcə qısa-qısa deyirik. Əsaslandırma başqa yerlərdə, dediyimiz kimi başqa çəkişlərdə olacaq.
Allahın kamil varlıq olduğunu anladıqdan sonra biz anlayırıq ki, bəli, qəbul edirik, əqli dəlillərlə qəbul etdikdən sonra biz başa düşürük ki, bəli, Allah ki mənə bir şey verib, mən ona heç vaxt naqislik nisbəti verə bilmərəm. Niyə? Çünki Allahdan gəlir. Yəni, kamil bir varlıqdan gəlir. Bütün kamalların mənşəyi odur. Necə ola bilər ki, ondan gələn bir şey məndən naqis olsun? İnsan buna qəlbən inansa, təkcə əqllə yox, qəlbən də inansa, həqiqətən də Allahdan insana gəldiyi hər hansı bir nemət gələrsə, zərrə qədər də onun naqis olduğunu bilə bilməz. Yəni, naqis olduğunu ehtimal verməz. Bəzən biz xoşlamırıq, amma o nemətdir. Naqislik kimi görürük. Yox, o naqislik deyil. Kamil olan bir Allahdan gəlib. Onun kamaldır, o nemət sənə verilib, o kamal hesab olunur. Və davamında da buyurur ki, fəzlinlə mənə əta etdiklərini çoxalt ey Kərim. Çoxalt deyir. Çünki sən ancaq çoxaldansan. Sənə çoxaltmaq yaraşır. Sənə əksik yox, çox vermək yaraşır. Çünki sən kərimsən. Çünki sən cudsan, cavadsan. Yəni nə? Sən daha çox sahibsən və verdiklərində heç bir şey azalmır. Heç bir şey azalmır səndə. Sən əksinə sonsuzlar, kamalın sonsuz kamal səndədir. Sonsuz kamal səndə olduğuna görə sənin verdiklərindən heç bir şey azalmır. Kiməsə bir nemət verirsənsə özündən bir şey azalmır. Ona görə sən buna layiqsən ki, sən öz fəzlinlə əta etdiklərini şeyə çoxaldasın. Ona görə duada bu gəlir. Duada gəlir ki, fəzlinlə mənə əta etdiklərini çoxald ey Kərim. Sonra duanın sonuncu hissəsində gəlir. Artıq duanın sonuncu hissəsi hədislərdə qeyd olunur ki, bu hissəni oxuduqdan sonra İmam Sadiq sol əli ilə saqqalını tutub, sağ əlini işarə barmağını yellədir və davam edir. Yəni, yəqin ki, oxuyanda bilirsiniz də, bu hissədə ki, son hissədə gələndə saqqalını tutursan, sağ əlində də şəhadət barmağını deməli, yellədirsən və bu sözü deyirsən. Deyirsən ki, birinci ərəbcəsini oxuyum. Deyirsən ki, ya zəl cəlali vəl ikram, ya zəl nə'mai vəl cud, ya zəl mənni və tavl, harrim şeybəti alənnar. Ey cəlalət və kəramət sahibi, ey nemət və səxavət sahibi, ey məmnunluq və ehtiyatsızlıq sahibi, ağ saqqalımı və yaxud da ağ saçlarımı atəşdən qoru. Bu hissədə gəlir ki, ya zəl cəlali vəl ikram, ey cəlal və kərəm sahibi, cəlalət və kəramət, kəramət sahibi. Cəlal sifəti barəsində, cəlal nə deməkdir? Çox şey danışırlar, çox söz var bu barədə, amma mən burada qısa olaraq qeyd edəcəm. Cəlal sifəti, bəzən Allahın deyirik ki, Allahın cəlal sifəti, camal və cəlal sifəti budur, deyirik. Cəlal sifəti, yəni o sifətlərdir ki, əqaid elmdə də bu gəlir. O sifətlərdir ki, Allahdan səlb olunur. Yəni, Allahdan o, belə desək, aradan aparır, Allaha nisbət vermir ona. Bütün nə naqisliklər var, deyirik ki, o Allaha nisbət verilməz. Bu olur cəlal sifəti. Məsələn, Allahın məkanı var, Allah məkan sahibi deyil. Məkanda olmamaq cəlaldır, Allahın cəlal sifətlərindəndir. Və yaxud da, məsələn, Allahın əli qolu var, Allahın əli qolu yoxdur. Bu artıq cəlal tərəfə, cəlal sifətlərinə aid olur. Yəni, səlb eləyirsən, o şeylər ki, Allaha nisbət verilsə, naqisli hesab olur, onu aradan aparırsan, Allaha nisbət vermirsən, Allahdan səlb eləyirsən, Allahdan səlb etdikdə o artıq Allah üçün cəlal sifəti hesab olunur. Camal isə onun əksi, bütün kamil sifətləri Allaha nisbət verirsən, aradan aparmırsan, nisbət verirsən, məsələn, alim, diri və s. sifətlər. Diqqət edin, deyir, ey cəlalət və kəramət sahibi. Çox yaxşı nöqtə var burada. Kəramət yəni nə? Kəramət yəni qarşı tərəfə əvəzsiz verən, ikram edən, hörmət edən. Əlbəttə ki, qarşı tərəfə əvəzsiz, qarşı tərəfə nəsə bir əta edirsənsə, kəramət edirsən, ikram edirsənsə, mütləq olaraq o cəlal sifətə sahib olmalıdır. Daha çox yaxşı əta etməkdən söhbət gedir də, daha kamil şəkildə ki, bundan əvvəl dedik, kamil şəkildə əta etməkdən, çox əta etməkdən söhbət gedir. Və burada aydın olur ki, bu həmin cəlal sifəti ki var,
əgər Allahın cəlal sifətləri olmasa, yəni Allaha hansısa bir məkanı məsələn nisbət versək, misal üçün, onda bir naqislik sayılır axı. Məkanda olmaq cismi xüsusiyyətlərdir. Bir naqislik sayılır. Naqislik sayılsa, artıq burada biz gəlib deyə bilmərik, ey kəramət sahibi, ey ikram eləyən varlıq, ikram eləyən Allah, insanlara əta edən Allah. Niyə? Çünki onun bir tərəfində naqislik var. Çünki kəramət, ikram o kəsə deyərlər ki, kamil şəkildə əta edir. Amma bunun bir naqis tərəfi olarsa, kamil şəkildə əta etmək düzgün olmaz. Düzgün hesab olunmayacaq. Yəni, belə demək düzgün hesab olunmayacaq. Və buna görə də burada gəl nə deyir? Birinci cəlaləti gətirir. Deyir ki, yəni bütün o ona naqislik gətirən sifətlərdən deməli münəzzəh olan kəs sonra deyir ki, əgər o bütün şeylərdən, bütün o naqis sifətlərdən münezzəhdirsə, o kamildir və təbii ki, kəramət də, ikram etmək də, əta etmək də, çox əta etmək, heç bir naqislik olmadan əta etmək yalnız və yalnız cəlalət olan bir varlığa aid ola bilər. O, naqis sifətləri ondan səlb edəndə. Çünki naqis sifətlər yoxluğu gətirib çıxardır. Necə ki, məsələn, məkan dedik, bir məkana sahibdirsə, onda bir kamalın yoxluğu deməkdir. Onda bir kamal yoxdur. Məkan çünki ehtiyaclılığı bildirir və s. Çox ora dərinə getmək istəmirəm. Bir yoxluq tərəfi var. Ona görə o yoxluqları, naqislik, yəni yoxluq, o yoxluqları aradan aparırıq tamamilə. Deyirik cəlalət, bütün o naqis sifətlər, bütün o naqis deməli, xüsusiyyətlərdən uzaq olan kəs və təbii ki, belə bir kəs də kəramət ikram edən, hörmət edən və yaxud da əta eləyib hörmət edən kəs ola bilər. Çox əta edən bir kəs kimi tanıya bilərik belə bir şəxsi. Sonra deyir ki, ey nemət və səxavət sahibi, deməli, ya zənnə'ma evvəl-cud, səxavət də artıq qeyd etmişdik bundan əvvəl. Cud, yəni cavad dedikdə, əvəzsiz verən, çoxlu var onda, çoxlu nemətlər, çoxlu kamallara sahib də verir öz bəndəsinə, amma əvəzsiz. Əvəzlə versə, onun ehtiyacı var o deməkdir. Niyə əvəzsiz verməlidir? Çünki onda zaten bir şey azalmır. Amma bəndənin ona ehtiyacı var. Bəndənin xoşbəxt olması üçün, daha yaxşı bəndə olması üçün ona ehtiyacı var. Sonra ya zəlmənni və tavul, ey məmnunluq və ehtiyacsızlıq sahibi. Allah, yəni, bəli, ehtiyacsızlıq və məmnunluq sahibi. Sonra deyir ki, yəni Allah ehtiyacsızdır və məmnundur. Məmnunluq da çox söz var burada. Bunu inşallah başqa çıxışlarımızda qeyd edilir. Sonra deyir ki, ağsaqqalımı və ya saçlarımı atəşdən qoru. Yəni, bu qədər dua etdik, bu qədər danışdıq. İlahi, məni cəhənnəmdən qoru. Cəhənnəm ayrılıq deməkdir. Əslində, ariflər cəhənnəmdən ona görə qorxurlar ki, Allahla görüşə bilmədilər. Cənnət görüş məkanıdır. Cənnətə görə, ona görə deyirlər ki, aliflər cənnətə görə ibadət etmirlər. Çünki o deməkdir, cənnət istəmirlər. Yox, cənnət sadəcə olaraq görüş yeridir. Və Allahla görüşmək üçün mütləq olaraq bir yer lazımdır. Yəni, yersiz, yəni, belə deyək, biz bir insanla görüşəndə məkansız görüşə bilərik? Xeyr. Bir növ Allahın da məkanı cənnət olduğuna görə o tələsir ki, cənnətə getsin, amma cənnəti vasitə qərar verir ki, arif cənnəti vasitə qərar verir ki, Allahla görüşsün. Cənnət onun üçün mühüm deyil. Cənnət Allahla görüşdən qaynaqlanır. Allahla görüşmək hissindən doğru ortaya çıxır. Görüş yeri lazımdır deyə. Yoxsa burada mühüm bu deyil ki, cənnət olmalı. Elə cənnətdə də Allah var. Gedərik cənnətdə də Allahla görüşərik. Yox, Allahla görüşürəm. Mənə ən gözəl məkan, ən gözəl yer lazımdır. Və deməli, sonda da dedik, ağ saqqalımı və saçlarımı atəşdən qoru, yəni məni öz görüşündən uzaqlaşdırma. Cəhənnəmi bu cür təsvir etməliyik. Cəhənnəm əslində, ariflər cəhənnəmdən özündən qorxmurlar. Cəhənnəmdən ona görə qorxurlar ki, ayrılıqdır o. Allahla olan o məkandan, əsl görüş məkandan uzaqlaşırsan, cənnətə ona görə gedirlər ki, Allah var, Allahla görüşməliyəm, görüş yeri təyin eləmişəm. Cəhənnəmə amma ona görə qorxurlar ki,
Düzdür, Həzrət Əleyhisselamın köməkli duasında da var. Mən cəhənnəmdən tutaq ki, yandım, ona dözdüm. Bəs sənin ayrılığına necə dözdün? Cəhənnəm ayrılıq yeridir. Ayrılıqdan həsrət çəkirsən. Arif ayrılıqdan həsrət çəkir deyə cəhənnəmə getmək istəmir. Yoxsa cəhənnəm qorxusu, cəhənnəmdən o qorxu onu cəhənnəmin özünə görə deyil. Allahla ayrılığa görədir. Bu qədər artıq bizim Rəcəb ayının gündəlik duasını izah etdik, bitirdik. Əlbəttə ki, qısa şəkildə bunları qeyd etdik. Bir neçə video çəkilişdə, bir neçə verilişdə. Mən ümid edirəm ki, əziz izləyicilər üçün maraqlı oldu. Allah bu ayda tutulan orucları, ibadətləri qəbul eləsin. İnşallah növbəti başqa layihədə görüşənədək. Sağ olun, salamat qalın. Allah Teala oruc və ibadətlərinizi qəbul etsin. Elhamdülillah Rabbil alemin.